Я хочу поздравить Карабах с победой в чемпионате. Мне кажется, что сегодня игра была обоюдоострая, с опасными моментами, но вполне себе равная. Поэтому я думаю, что мы заслужили это очко. İlk öncə olaraq mən Qarabağı çempionatda qalib gəlmələri münasibətilə təbrik etmək istəyirəm. Bugün həqiqətən də hər iki tərəfin ifasında qarşılıqlı şəkildə kəskin keçən hücumların şahidi olduq, gördük. Bərabər səviyyədə bir oyun oldu. Düşünürəm ki, biz bugün bir xala layiq idik. Nəzərə alsaq ki, Kubokun finalında da komandada qarşılaşacaqlar Qarabağla. Müəyyən qeydlər vardı mı yəni baş məşqçi öz üçün? Если будем учитывать, что в финале тоже будете встречаться с этим соперником, уже какие-то заметки вы сделали для себя? Конечно, сделали и понимаем, что мы можем противопоставить Карабахам. Финал Кубка – это одна игра, поэтому в ней все возможно, хотя Карабах выглядит фаворитом. А здесь, в принципе, в чемпионате Азербайджана из-за того, что не так много команд, и ты встречаешься с каждым соперником по 4 раза за сезон, это как минимум достаточно легко делать заметки. Əlbəttə ki, müəyyən qeydlər elədik, amma bu final oyunudur. Kubokda bir oyundan ibarətdir. Bu oyunda hər cür hal baş verə bilər. Amma yenə də biz Qarabağı bu görüşdə final oyununda favorit hesab edirik, favorit kimi qəbul edirik. Azərbaycan çempionatında bildiyiniz kimi elədir ki, hər rəqiblə 4 dəfə qarşılaşırsan və əlbəttə sən artıq özündə müəyyən qeydlərin olur. Başka sual olan Много var. наговорил, да? Buyurun. Necə düşünür Kubokun finalında Qarabağı məğlub etmək gücündədirlər? Sabah uda biləcəkmi Qarabağ? Как вы думаете, в финале Кубка Азербайджана, у вас есть достаточно сил, чтобы выиграть Карабах? Да, конечно. Я, в принципе, в предыдущем вопросе уже ответил на примерно такой вопрос. Это кубок, это одна игра, в которой может быть все что угодно. Да, Карабах фаворит, но мы знаем свои сильные стороны, на которых будем играть. И будем стараться и сделаем все возможное, чтобы выиграть кубок. Əlbəttə ki, mən bundan öncəki suallarda buna yaxın bir cavab vermişdim. Kubok oyunudur. Kubok bir oyundan ibarətdir. Bəli, rəqib favoritdir, amma biz də özümüzün güclü tərəflərini bilirik və əlimizdən gələni edəcəyik ki, çalışacağıq ki, bu oyundan qalib ayrılaq. Başka sual olan var. Gelin. Sabah Avropa yarışına vəsiqə qazana bilməsə, Berezutski komandada qalacaq, yoxsa gedəcək? Если Сабах не может попасть в Еврокубку, господин Березутский останется в своем посте или он уйдет? Но не могу заглядывать так далеко в будущее. Посмотрим. Это будет решать руководство клуба вместе со мной. Bu qədər qabağa gələcəyə yaxın hələ heç bir şey deyə bilmərəm. Bu barədə klubun rəhbərliyi ilə əlbəttə bir yerdə qərar verəcəyik. Belə bir hal olsun. Başka sual olan yoksa teşekkür ederim. Если нет других Сау. вопросов, спасибо большое.